Düz ki bir nəfər sizə düzü deyəndə, düz xoşuna gəlmir, sıxılırsan, bil ki, səndə nəfs hakimiyyəti var, fitrət yox. Fitrət deyir, yox, dinəm, bilim, səhvim nədir, düzəlim. Nəfs deyirsən, kimsə mənə səhv dursan. Gördünüz ki, səhvinizi eşitməyinizdən xoşunuz gəlmir, bilin ki, içəridə vəziyyət yaxşı deyil. Gördünüz ki, bir yerə qaçdınız, elə öz maraqlarınız özünüzə maraqlı olur, başqasının yox ha. O bilin ki, nəfsin hakimiyyəti var, fitrətin yox. Görsən nə qədər adam tanıya bilir özünü? Tanıyırsan da özüm mən buyam, sən demə məndə nəfs hakimdir. Gördünüz ki, bir adam deyir ki, mən özümü günahkar hiss edirəm, amma bir dənə günah sübut eləyə bilmirsən, bilin ki, onun nəfs hakimiyyəti var. Günahkaram. Bir dənə dinəndə günahım, hansı günah? Yox. Adam gözünü çıxardır. Nə günah? 100 dənə yerə yozur. Bilin ki, inanın ki, o nəfsin hakimiyyəti var onun üçün. Fitrətdir. Fitrəti qurban eləyir, zibh eləyir. Fitrətin qoyub dizlərin yerə. Dəfn eləyir. Və qad xabə mən dəssaha, dəssa eləyir. Fitrət biz dəssa nədir? Torpağı qazıb, elə bastırıb ki, heç onu çıxarda bilməzlər. Məsələn, bəzən belədir. Yolun əvvəl elədir, axır elədir. Buraxdın bu nəfsi, aparacaq insan başqa istiqamətə. Uçuruma aparacaq insanı. Hətta bəzən elə uçurumlara aparacaq, qayıdışı yoxdur.